Suraxanı rayonunda 2 mərtəbəli 4 otaqlı ev yanıb. Yanğın nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yanıq xəsarətlər alıb. Qeyd edək ki, ümumi sahəsi 200 kvadrat metr olan ev spirt məhsulları sexi kimi fəaliyyət göstərilmiş. Partlayış səsini eşitdik. Mən prosta burada oturanda gördüm, alışıb o yandan da bu yandan da yandır. Onu görmüşəm. İçərdən alışıb da, alov içərdən vurdu bayıra, sonra keçdi damla. Köçüb qalmırlar da burada. Müvəqqəti gəlirlər, gedirlər, arada gəlib yayda qalırlar. Beləncini tanıyıram onları. Elə bir ki, sanki belə bir dəmir qapı açıldı, bax belə. Bunlar tanıyırdınız burada yaşayan şəxsləri? Yox, heç nə eviyyəsini tanıyırıq, nə də bunlar təzə köçüblər bura deyəsən 2 gündür. Kirada olardı, yox. Onlar nə qaldı, bir gecə qalmışdılar. Daima oradan işıq gəlmirdi, heç vaxtı. Qışqırıq səsi var idi, mən bəs dedim ki, uşaq dedi ki, deyəsən dalaşırlar. Təbibdən verilən məlumata görə, gecə saatlarında baş vermiş yanğın zamanı 24 yaşlı kişi cinsli şəxs üzün, hər iki qulaq seyvanının, boynun, hər iki saidin, gövdənin arxa səthinin 2-ci, 3-cü dərəcəli termiki alov yanığı, tənəffüs yollarının yanığı diaqnozu ilə Nərmanov tibb mərkəzinin nəzdindəki yanıq mərkəzinə hospitalizasiya olunub. Hazırda pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Rəbiyyə Əhmədova, Ramiq Abbasova, ATV.